Herkese salam dostlar, merhaba Naciye. Bu videoda sizə dövlət proqramının intervyu mərhələsində necə hazırlaşa bilərsiniz, hansı suallara əhatə edir, necə hazırlaşmaq olar, real suallar üzərindən bugün sizə bir video çəkməyi planlaşdırmışam. İlk öncəliklə onu qeyd edeyim ki, dövlət proqramı xaricdə təhsil almaq istəyən gənclər üçün full bir təqaüddür. Yəni siz bununla təhsil xərclərinizi, bütün yaşam xərclərinizi qarşılaya bilərsiniz və dövlət proqramı iki mərhələdən ibarət olur. Birinci sizin sənədlərinizin toplandığı hissə və müraciət edirsiniz. İkinci isə intervyu hissəsi. Birinci hissə haqqında hansı sənədləri toplamalıyıq? Artıq mən bu haqda bir video çəkmişəm. Onu buralarda bir yerə, kartlara əlavə eləyərəm. Oradan girib baxa bilərsiniz. İkinci hissə isə intervyu mərhələsidir və mən bu gün sizə öz intervyumdan düşmüş suallardan və ümumilikdə mənim kimi digər gənclərə düşmüş müəyyən sualları, hansı ki onlar daha çox ümumi suallardır və mənim sahəmə uyğun olan sualları qeyd eləyəcəm. Və hazırsa keçid alaq suallara. Deməli, suallar burada kompüterdə qeyd eləmişəm, oradan baxıb sizə bildirəcəm. Ümumi olaraq birinci sizin özünüz haqqında təbii ki sizin özünüzü təqdim eləməyinizdir. Bura sizin təhsiliniz, ümumi olaraq bakalavr təhsiliniz, magistratura təhsili alırsınızsa, ortalamanız, bunları qeyd eləməlisiniz, hansı universitetdə oxumusunuz, ixtisasınız nədir? Yəni çox bəsit kimi görsənsə də təbii ki girişi ilk öncəliklə bunu eləməlisiniz. Yəni ad, soyad, təhsiliniz, tutaq ki, magistratura təhsili alacaqsınızsa, hansı bakalavr təhsilini hansı universitetdə almısınız və onsuz da intervyu belə təşkil olunub ki, siz başlayırsınız danışmağa, sizin danışdıqlarınız üzərindən suallar verilməyə başlayır. Yəni sırf mən sizə deyim ki, bu 20 dənə sual, tutaq ki, IT uşaqlarından bunları verilir, maliyyə oxumaq istəyənlər bunlar verilir, elə deyil. Sizin verdiyiniz sorğu, cavablar üzərindən daha çox gedilir yol, amma ümumi olaraq da verilən suallar var təbii ki. Hansı ki bunlardan biri sizin özünüzü təqdim eləməyiniz idi. Və siz burada çalışmalısınız ki, ilk öncəliklə qısa şəkildə, daha sonra onsuz da suallar veriləcək. Tutaq ki, könüllülüyün qısa şəkildə qeyd eləsəz, könüllülük təcrübəm olub 2 il müddətində. Sizə verə bilərlər ki, sual ardından 2 il hansı sahələrdə könüllülük təcrübəniz olub və siz başlayırsınız o haqda danışmağa və yaxud iş təcrübənizi əvvəldə qeyd edirsiniz ki, 4 il tutaq ki, iş təcrübəm olub və yaxud da başqa bir yerdə təcrübə olmuşam. Ola bilər ki, elə o sualın ardından sizə daha bir sual versinlər ki, hansı təcrübələriniz olub və yaxud da nə qazanmısınız, hansı bilikləri əldə eləmisiniz. Yəni siz özünüzü ən birinci olaraq tanımalısınız və çalışmalısınız ki, özünüz üzərindən sualları cavablandırmağa. Yəni təhsil almısınızsa, nə qazanmısınız həmin təhsil müddətində və yaxud da könüllülük təcrübəniz olubsa, nələri qazanmısınız, nələri əldə etmisiniz, neçə il olub bu, haralarda olmusunuz, hansı təcrübələriniz olub, hansı könüllüləriniz olub. Yəni bu kimi özünüzə aid olan sualları bəsit şəkildə cavablandırmağı bacarmalısınız ki, ən önəmli hissə budur. Təbii ki, birinci sizin ilkin təəssüratlarınız onlara müəyyən bir şey qazandıracaq ki, bu uşaq həvəslidir, gəlin sualları davam eləyək. Və bir də onu qeyd edeyim ki, intervyu mərhələsi bal üzərindən dəyərləndirilir. Səhv etmirəmsə, bu il dəyişilməyibsə, 50 bal üzərindən dəyərləndirilir və siz 40-ı keçməlisiniz ki, ümumi olaraq sizi seçimlər arasına qoysunlar. Və 40-ı keçdiyiniz halda, tutaq ki, 500 nəfər müraciət eləyib, ondan 400-ü intervyuya çağırılıb və intervyudan 200 nəfər 40 balı keçib və bu 200 nəfərdən də 100 nəfəri seçməlidirlər ki, xaricdə təhsil üçün bunları maliyyələşdirsinlər və həmin 100 nəfəri də səhv etmirəmsə ən çox bal olanları seçirlər və siz də əgər onların içində düşürsünüzsə, nə xoş sizə və gedirsiniz, təhsil alırsınız, gözəl. Və keçək növbəti sualımıza. Bakalavr təhsilini, məsələn, tutaq ki, IT idisə, niyə bu bakalavr təhsilini seçdiniz? Bu bölmə sizə niyə maraqlıdır? Bu maraq sizə hardan yaranıb? Tutaq ki, uşaqlığınızdan mı əlaqəlidir və yaxud da kompüteri niyə sevirsiniz? Yəni bu kimi suallar verə bilərlər. Tutaq ki, IT ilə bağlı və yaxud da digər ixtisaslarda niyə bu ixtisas seçmisiniz? Tutaq ki, ixtisasa spesifik olan şeylər ola bilər. Məsələn, tutaq maliyyətsə, riyaziyyat isə maraqlıdırmı, rəqəmlərlə işləmək isə maraqlıdırmı, niyə maraqlıdır? Yəni bu kimi detallı suallar verə bilərlər. Yəni hər şey hazırlıqlı olmaq lazımdır və bu yol üzərindən hazırlaşmaq lazımdır. Və ümumi olaraq verilən suallardan, ən çox verilən suallardan biri də odur ki, niyə sizi seçməliyik? Siz burada artıq başlamalısınız, bilmirəm, daha çox təbii ki, özünüz olaraq biraz da exaggerate deyirlər ingilisdə, biraz da abartılı şəkildə bəlkə də
özünüzü başlamalısınız yaxşı mənada satmağa. Yəni siz niyə seçilməlisiniz? Tutaq ki, 101 nəfər var. O 101 nəfərin içində niyə siz olmalısınız? O digər 100 nəfərdən sizi fərqləndirən cəhətləriniz nədir? Siz xaricə getdiniz, gəldiniz, bizə nə qazandıracaqsınız? Yəni bu kimi spesifik suallar daha çox verilən suallardandır. Bu nəinki bu intervyuda, yəni ümumilikdə iş intervyularında da verilən suallardan biridir. Yəni çox populyar sualdır. Bəlkə də aranızdan bu sualı artıq özü üçün cavablayanlar var, amma bu sualı mütləq şəkildə özünüzdə, yəni bir düşünməlisiniz, bir cavabı hazırlamalısınız və fərqli olmağı bacarmalısınız sual içində. Yəni hamı kimi çalışın, cavablar verməyə çalışmayın. Biraz sizə unique deyirlər ingilislər, yəni sizə fərqli bir yanaşma olsun cavabda. Və növbəti suallardan biri ola bilər ki, tutaq ki, siz planlayırsınız ki, UK-də təhsil alasınız, yəni İngiltərədə və yaxud da Şotlandiyada təhsil alasınız. Niyə həmin ölkəni seçmisiniz? Və yaxud da universiteti spesifik olaraq qeyd edəsəz, niyə həmin universiteti seçmisiniz? Və yaxud niyə həmin ixtisası seçmisiniz? Bu sualların hər birinə cavabınız hazır olmalıdır. Yəni niyə başqa ölkə yox, bu ölkə? Niyə başqa ixtisas yox, bu ixtisas? Bu kimi sualları mütləq şəkildə özünüzdə hazırlamalısınız və çalışmalısınız ki, özünüzə uyğun şəkildə çox da abartılı olmadan bunlara bir cavab hazırlayasınız. Daha sonra oxuyub bitirdikdən sonra ölkəyə nə kimi bir faydanız olacaq? Bu kimi suallar da çox verilən suallardandır. Mənə də yəni verilmişdi intervyu mərhələsində. Tutaq ki, ixtisasla bağlı siz nə kimi yeniliklər gətirə bilərsiniz ölkəyə və yaxud da oxuyub bitirdikdə nə kimi bir faydanız olacaq ölkəyə? Bu kimi sualları da özünüzdə hazırlasanız yaxşı olar. Soft skilllərlə bağlı, yəni yumşaq bacarıqlarla bağlı olan suallar da verilir. Yəni bu çox spesifikdir. Yəni çox xüsusiyyət, çox bacarıq var. Amma atıram, tutaq ki, liderliyi haqqında sizə bir müəyyən bəlkə də case verə bilərlər, hansısa bir sual verə bilərlər ki, burada siz nə edərsiniz? Təbii ki, bu daha çox management və yaxud da idarə etmə deyək, idarə etmə oxumaq istəyənlər üçün olan spesifik suallardandır. Amma ümumilikdə də verilə bilər, IT oxuyan birinə də, IT oxumaq istəyən birinə də verilə bilən suallardandır. Yəni çalışın soft skilllərlə bağlı. Yəni ən azından bir 2-3 dənə özünüz üçün, tutaq ki, sizdə hansı xüsusiyyətlər daha çoxdur. Tutaq ki, liderlik bacarığım var, komandanı yaxşı idarə eləyə bilirəm, public speaking deyirlər, yəni xüsusi geniş auditoriya arasında danışma bacarığı. Yəni bu kimi spesifik sizə aid olanlar 1-2-3 dənə seçməlisiniz və onları təbii ki, dedikdən sonra özünüzdə, yəni sadəcə demək üçün deməməlisiniz də bunu. Həqiqətən inanaraq, həqiqətən bu bacarıqlar sizdə var və onları aydın şəkildə izah eləməlisiniz ki, məndə bu bacarıq var, bunu eləyə bilirəm. Soft skilllərlə bağlı hard skilllər, hansı ki, sizin artıq ixtisasla bağlı olan bacarıqlarınız, bunlar da verilən suallardandır. Hətta deyə bilərdim ki, daha çox məndə bu olmuşdu. Yəni intervyumun 70% daha çox hard skilllərlə bağlı olan suallar idi. Siz intervyuya girəndə CV-nizi aparırsınız özünüzlə. CV-də siz, tutaq ki, məndə indi bakalavr olduğu üçün, daha doğrusu magistratura üçün təhsil pilləsinə müraciət etdiyim üçün məndə bakalavrda bir 4 illik, yəni həm orada könüllü təcrübələri, həm iş təcrübələri qeyd olunmuşdu. Təbii ki, siz bakalavr olanda bunlar daha çox olmayacaq sizdə, amma magistratura üçün müraciət etdikdə sizdə müəyyən bir təcrübə toplanmış olmalıdır ki, siz artıq CV-ni onların qarşısına qoyduqda oradan müəyyən suallar verirlər. Və məndə də iş təcrübələrimlə bağlı, könüllülüklərimlə bağlı, daha çox iş təcrübələrimlə bağlı, hansı ki, onlar daha çox mənim oxumaq istədiyim ixtisasla əlaqəli idi. Yəni analitika, AI ilə bağlı olan təcrübələrim idi. Başladılar oradan çoxlu suallar verməyə və nə qeyd eləmişdimsə, demək olar ki, hər bir şeyi CV-də tutaq ki, nələr qeyd etmisinizsə, hard skilllərlə bağlı, tutaq ki, C++ proqramlaşdırma dili bilirəm və ya Python bilirəm və yaxud da OOP bilirəm, terminlər də IT-ilə bağlı. Amma da yenə nəysə, başlayırlar onları bir sorğu-sual eləməyə, həqiqətən bilirsənmi? Və yaxud da sizə case sualı verirlər, analitika ilə bağlı mənə bir sual verilmişdi. Təbii ki, bu ixtisasla əlaqəlidir. Yəni siz az-çox onsuz da bilirsiniz ki, sizin ixtisasınıza uyğun olan suallar nədir? Ümumilikdə əgər iş intervyularına müraciət etmisinizsə, ümumi verilən suallar nədirsə, orada da onları verirlər və bir də sizin əsas CV-niz. Yəni CV-yə nə qeyd olunubsa, onları həqiqətən bildiyinizi onlara sübut eləməlisiniz. Ən azından 1-2 cümlə ilə ifadə eləməyi bacarmalısınız ki, məndə demək olar, CV-min 90%-dən hər yerdən sual verdilər. Mən demirəm ancaq belə olur, amma məndə belə oldu və belə olan dostlarım da var idi. Tarixlə bağlı ola bilər, bəlkə Azərbaycan tarixi ilə bağlı suallar olsun, Azərbaycan tarixində baş verən ən son yeniliklər və yaxud da dövlətçiliklə bağlı olan bəzi suallar. Amma ki, mənə heç bir sual vermədilər tarixlə bağlı.
Amma yəni bu o demək deyil ki, sizə verməyəcəklər. Təbii ki, onları da hazırlaşmalısınız. Ola bilər ki, tutaq ki, dövlət bayrağı günü nə vaxtdır belə bir sual versinlər və ya müstəqilliyimiz nə vaxtdır, müstəqilliyimiz kimlər tərəfindən qurulub. Yəni də bu kimi ümumi olaraq Azərbaycan tarixi ilə bağlı olan, daha çox yeni tarixlə bağlı olan sualları təbii ki, verə bilərlər. Onları da hazırlaşsaz çox yaxşı olar. Və intervyu iki dildə aparılır. Həm Azərbaycan dilində, həm ingilis dilində aparıla bilər. Mən açıqcası görməmişəm ki, ancaq Azərbaycan dilində aparılsın. Məndə necə oldu? Deməli, məndə intervyu birinci ingiliscə oldu. Bir neçə Azərbaycanca sual verdikdən sonra başladılar yenə ingiliscə danışmağa, yəni qarışıq oldu. Dostum var, onda ancaq ingiliscə olub. Bəzilərində var Azərbaycanca daha çox olub, ingiliscə daha az olub. Amma hər ehtimalda siz ingiliscə suallarınızı hazır şəkildə deməyi bacarmalısınız. Yəni bu o deməkdir ki, ingilis dilində də intervyu hazır olmaz. Bir də onu tövsiyə eləmək istəyirəm ki, hər şeyi əzbər şəkildə öyrənməyin. Biraz təbiilik də qalsın. Mən ümumi olaraq dedim zaten sizə sualları. Sadəcə bunlar haqqında düşünün. Yəni heç bilməmək də olmasın. Amma ki sırf yəni bu sual gəlsə bu cümləni deyəcəm, bu sual gəlsə bu cümləni deyəcəm. Bu kimi beyninizi yormayın. Daha çox elə təbiilik olsa çox daha yaxşıdır məncə. Yəni sizin orada da düşünməyiniz onlara real kimi gələcək. Nəinki sual verilən anda cavabını tık deyə verməyiniz. Yəni bu da biraz reallıqdan kənar olur və açıqcası yaxşı görsənmir. Yəni balanslı şəkildə, yəni heç hazırlaşmamaq da yox, ancaq əzbərçilik də yox, yəni ortası. Və mən videonun açıqlama qismində bir fayl əlavə eləyəcəm, hansı ki orada ümumi dediyim kimi soft skilllərlə bağlı olan suallar, ümumi giriş sualları özünü təqdim etməklə bağlı. Və mənim sahəm IT olduğu üçün, ixtisasım da bu dəqiqə IT ilə bağlı olduğu üçün o suallar var, hard suallar deyə, hard skill sualları. Yəni ixtisasım bu olduğu üçün bu sualları hazır etmişdim mən vaxtilə. Bunları yerləşdirəcəm. Amma digər ixtisasla oxuyan dostlarımız ChatGPT-yə bir prompt yazaraq ümumi sualları ala bilərlər və yaxud da saytdan girib müəyyən araşdırmalar eləyərək sualları əldə edə bilərlər. Çox da çətin deyil. Ümid edirəm faydalı bir video olmuşdur. Hər hansı bir sualınız və yaxud da şərhiniz varsa, şərh bölməsində qeyd etməyi unutmayın. Gələn videolarda görüşərik.